Əgər bu cür videoları necə edildiyini bilmək istəyirsənsə, bu videonu izləməyə davam et. CapCut-da istədiyimiz mətni yazırıq. Daha sonra isə yazı tiplərindən modern yazı fontunu seçirik. Burada mən bunu biraz böyütdüm və daha sonra göstərilən yerə daxil olub videonu sürüşdürürük. Yenə eyni yerə daxil oluruq. Daha sonra yanındakı yerə daxil olub yazını tam ekranı tutacaq qədər böyüdürük. Daha sonra isə yenə göstərdiyim yerə daxil olub qrafiklərdən ikincini seçirik. Və daha sonra bunu qalereyamıza yükləyirik. Yenidən CapCut-a daxil olub, burada yükləmək istədiyimiz videonu buraya yükləyirik. Daha sonra bindirməyə daxil olub, qalereyamıza yüklədiyimiz yazını videonun üzərinə gətirib tam yerləşdiririk. Daha sonra birləşdirə daxil olub, ən sona keçid edirik və buradan slaydı seçirik və artıq videomuz hazırdır.